Salam, əziz və mehriban həmvətənlərimiz, qrup üzvlərimiz, sizləri Moskva şəhərindən salamlayıram. Gözəl bir yerdə, mənzərəli bir yerdə yaradılmış parkdan sizlərə salamlar. Dəstə kəndində yaradılmış Şəhidlər Bulağı, Şəhidlər Parkının inşallah gələcəkdə inşallah belə bir parkda uşaqlar üçün uşaq əyləncəyi olsun, məktəblər üçün, məktəbə qədər uşaqlar üçün belə bir gözəl park inşallah salınacaq. Sağ olsun Şəhidlər Bulağına dəstək olan insanlar. Bildirim ki, ünvanımız Ordubad rayon Dəstəkən ümumi şəhidlərimizin adına gözəl bir Şəhidlər Bulağı, Şəhidlər Parkı salınıb. Ordubad rayon 64 şəhidimizin gözəl şəkildə mərmərdən yığılıb gözəl bulaq. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Rayona gələn hər bir qonaq, respublikamıza gələn hər bir qonaq Şəhidlər Bulağın, Şəhidlər Parkını ziyarət eləməyə gəlir. Allah razı olsun, bizim bir gözəl sözümüz var. Hər yer bir ağaca çək, vətən sevinsin. Aksiyası ilərzi gedir. İstənilən insan istədiyi ağacı əkə bilər, əkdirə bilər. Biz bir vasitəsi insan kimi hər zaman Şəhidlər Bulağına qulluq edirik. Ömrümün son bir gününə qədər oranın qoruyub saxlamasında öz köməyimi göstərəcəyim. Sağ olsun kəndçilərimizin böyük bir dəstəyi ilə həqiqətən də Şəhidlər Bulağı salındı, Şəhidlər Parkı salındı. 4000-ə yaxın həmişəyaşıl ağaclar, gözəl ağaclar, meşə ağacları, həmişəyaşıl ağaclar, meyvə ağacları var. Şəhidlər Bulağının sahəsində uşaqlar üçün əyləncək, məktəbə qədər, məktəbdən sonra uşaqlar üçün əyləncək salınıb. Dövlət tərəfindən gözəl bir stadionda salınıb. Biz vasitəçi olaraq gənclərimizə nəyə ehtiyac varsa, həmişə demişəm, Nazim dayı gənclərimizin yanındadır. Allah sizləri var eləsin, dəstək olan həm kəndçilərimizə bir daha təşəkkür edirik. Ünvanımız Ordubad rayon Dəstəkəndir. Kimin ürəyindən geçsə, istədiyi vaxt gəlib Şəhidlər Bulağını ziyarət edər, şəhidlərimizi xatırlayır. Sağ olsun respublikamızın məktəblərindən, qonşu rayon, Zulfa rayonunun məktəblərindən məktəb müəllimləri, məktəb uşaqları, şagirdlər Şəhidlər Bulağına gəlir, şəkillər çək edirlər, ziyarət edirlər. Allah razı olsun. Rayon iş adamları, respublika iş adamları, hərbiçilərimiz, şəhid ailələri tez-tez Şəhidlər Bulağını ziyarət edirlər. Ümid varıq ki, inşallah Şəhidlər Bulağında göstərdiyim kimi belə bir gözəl park yaradılacaq inşallah. Əlavə uşaqlarımız, gənclərimiz görsünlər. Özümüz görmədiyimiz günləri çalışarıq, uşaqlarımıza yaşadarıq. Buyurun, gəlin Şəhidlər Bulağına ziyarət edin. Görün, maşallah, maşallah olsun. Böyük ürək sahibi olan dəstəlilərin böyük dəstəyi ilə necə gözəl Şəhidlər Bulağı salınır. Allah şəhidlərimizə rəhmət eləsin. Hər yer bir ağac əkək, vətən sevinsin. İstənilən insan istədiyi ağacı öz şəhidinin adına, öz adından əkdə bilər. Bilirsiniz ki, biz kəndimizdə adət, əskərliyə gedən, əskərlikdən gələn hər bir kəs öz adına orada ağac əkir, dünyasını dəyişən insanın adına ağac əkilir. Ailə quran şəxs öz adından, ailəsindən ağac əkir. Bu da bizim fəxrimizdir. İnşallah Şəhidlər Bulağını qoruyub saxlayarıq. Allah şəhidlərimizə rəhmət eləsin, Allah dövlətimizi qorusun. Var olun. Buyurun, gəlin, ziyarət edin.